Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin ve sallallahu ala seyyidina ve nebiyyina Muhammed ve ala alihi tayyibin tahirinel ma'suminel muntecebin. Selamun aleyküm ve rahmetullah. Hoş gördük sizleri. Əziz qardaş və bacılarımız, Əhl-i Beyt əleyhissalatu vesselam aşiqləri. İmam Rıza əleyhissalatu vesselamın əzəmətli məhzərindən inşallah sizə duaçıyıq. Salamlarımız var. Maşallah. La havle ve la kuvvete illa billahil aliyyil azim. Bugünkü dərsimiz gözəl kitab əlimizdədir. Bu kitabdan olacaq. Elm və hikmət siması Quran və hədislərdə. Quran-ı Kərimdə və hədislərdə. Bildiyimiz kimi Quran-ı Kərimdə Allah Taala elə ki Peyğəmbərə vəhiy eləyir, elm dili ilə danışır. Yəni hikmət dili ilə danışır. Və Peyğəmbərə hikmət verib, elm verib, onu Peyğəmbərə deyir ki, sən danış və sən Allah tərəfindən gələn bir, seçilmiş bir Peyğəmbərsən. Və özü də Allahın icazəsi, izni ilə onun elminə, qədərində sən vaqifsən. Peyğəmbərimiz əleyhissalatu vesselam bu müstəvidə əgər danışsaq, çünki genişdir. Mən qısa fəqət sizin nəzərinizə çatdıracağım qısa bir formatda. Əvvəla bildiyimiz kimi Peyğəmbər əleyhissalatu vesselam kitab mübarək Quran-ı Kərimdə də ummi kəlməsini bilirsiniz də, keçib orada ummi kəlməsi. Yəni heç kəs Peyğəmbərə yazıb oxumağı öyrətməyib. Peyğəmbər yazsın və oxusun. Yəni ona kimsə müəllimlik eləsin. Bu cür olmayıb. Və Peyğəmbərimiz əleyhissalatu vesselamın uşaqlığından, yəni körpəliyindən tutmuş ta yeniyetmə yaşı və ondan sonra da ta Peyğəmbərliyə qədər bütün müşriklər də, bütün yaxşı insanlar və pis insanlar da qeydə alıblar ki, Peyğəmbər əmin olub. Yəni əmin ləqəbini buna veriblər. Amma heç bir elmə kim tərəfindənsə öyrədilsin, malik olmayıb. Yəni Həzrəti Peyğəmbərimizin birbaşa müəllimi, öyrədəni Həzrəti Haqq Taaladır. Həzrəti Peyğəmbərimizin əziz və əzəmətli dini, yəni İslam dini ki, Allah tərəfindən vəhiy olunub, elmi bir dindir. Yəni bihudə bir din deyil. Əvvəla Quran-ı Kərim belə deyək, hamısı elm olsun, xeyr. Əqaid var orada, yəni əqidəvi məsələlər, əhkam məsələlər, yəni ümumi insanların, qadınlar, kişilər öz hüquqlarını öyrənsinlər deyənə hüquq məsələsi var. Və ümumiyyətlə mühakimə məsələsi var, yəni məhkəmələr məsələləri var və tarixlər, dastanlar və hər bir deməli şey ki, Allah Teala nəzərdə tutub, onu Peyğəmbərə vəhiy edib və ona Quran-ı Kərim adını verib. Amma həmən Quran-ı Kərimdə, mübarək Quran-ı Kərimdə Allah Teala elmi bilənlə elmi bilməyən arasında fərq olsun deyənə çox böyük insan zehnində təsəvvür yaransın və təsvir olunsun, ülgü qoyub bizim üçün. Necə ki, mübarək Quran-ı Kərimin deməli, Zümər surəsinin mübarək 9-cu ayəsində Allah Taala bizə belə gözəl bir Peyğəmbər vasitəsilə ayə oxuyur və bizə nəzərimizə çatdırır. Buyurur ki, Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Heç bilənlərlə bilməyənlər, yəni alimlərlə cahil, elmi bilənlə bilməyən eyni ola bilərmi? Sualı cümlədir. Cümlə sual cümləsidir. Mötəzə daxilində oxuyuruq. Allahın ayələrindən, dəlillərindən yalnız ağıl sahibləri ibrət alarlar. Əvvəla biz bunu qeyd edək ki, aya məgər insan ağıl sahibi deyil? Niyə? Bəli, ağıl sahibidir. İstisna hallar dedim ki, insanlar ki xəstədirlər, onlar istisna hallardır. Axı Peyğəmbərimiz əleyhissalatu vesselam hələ yaranmamış.
Allah Teala mübarək Bəqərə surəsinin 30-cu ayəsində bizə bunu qeyd edir. Buyurur ki, mən istəyirəm yer kürəsində özümə xəlifə yaradım, özüm üçün xəlifə yaradım. Burada mələkələr etiraz edirlər. Və Quran-ı Kərimdə bir dənə bu cür ayəmiz var ki, bu ayədən, məfhumundan, məntiqindən bəlli olur ki, Həzrəti Adəm əleyhissalatu vesselamdan da qabaq insanlar olub. Hala nə şəkildə olub, ona işimiz yoxdur. Yəni Həzrətdən də qabaq insan olub. Amma bunların fəsad, fitnə, fəsad törətməsi, qan tökməsi, bir-birlərini al-qana qərq etməsi mələkələrin etirazından bəlli olur, bilinir. Və Həzrəti Haqq Təala da orada mələkələr deyir ki, Haqq Təala buyurur ki, axı siz mənim bildiyimi bilə bilməzsiniz axı. Yəni ümumiyyətlə sizin beyninizdən, fikrinizdən hələ keçməyib ha. Onu da bilirəm. Keçmişdə dediyinizi də bilirəm. Gələcəkdə nə deyəcəksiniz, onu da bilirəm. İndi hal-hazırda danışırsınız, onu da mən bilirəm. Və orada mələkələr öz boyunlarına alırlar və bilirlər ki, orada onlar səhv eləyiblər. Və bu səhvlərin ucbatından da Həzrəti Haqq Taalaya üz tutub üzr istəyirlər. Məğfirət tələb edirlər. Allah da onları bağışlayır və Həzrəti Adəm əleyhissalatu vesselam'a Həzrəti Haqq Taala əmr edir ki, ənbiuni. Yəni sən nə bilirsən, yəni mən sənə nə öyrətmişəm, onları öyrət bunlara, danış bunlarsın. Həzrəti Adəm əleyhissalatu vesselam da Allahın əmrini yerinə yetirirdi. Yəni demək istəyirəm ki, alimlə, yəni Həzrəti Adəmlə alim olmayan mələkələr ki, o elmə malik deyirlər, cahil edirlər, arasında fərq var. Özə fərq çox böyük, yerlə göy arasında fərq var. Bu fərqi fəqət bilən, o elmin sahibi bizə çatdıra bilər ki, Haqq Taaladır. Allah sizə və bizə izzət versin. Vəssalamu aleykum və rəhmətullah.